Diyalektikada inkarı inkar qanunu vardı. Bu baş verən hadisələrə belə tətbiq olunur ki, əvvəldə baş vermiş hadisəni bu gün baş verən hadisə inkar edərək aradan çıxarır. Bu gün baş verən hadisəni isə bundan sonra baş verəcək hadisə inkar edib aradan çıxaracaq. Gördün, yenə də gəlib çıxdıq müxtəliflikdən müxtəliflik üzərinə. Bu əslində inkarı inkar deyil, müxtəliflikdən müxtəliflik törəmədir. Bir varlıqdan gedib o biri varlığı tapırsan. O varlıqdan isə gedib digər bir varlığı tapırsan. Bunların hamısı cəm edilib soyudun içərisindədir. Bu varlıq içərisində hərəkətdədir. Sən fikrində varlığı yox elədikcə, dərrakən onu yenə də tapır. Dərrakən ilkdən sənin yaddaş şamilliyindir. Axı onu o vaxt görübsən, özünlə gətiribsən yaddaşını. O yaddaşın sənə imkan vermir ki, onu inkar edəsən. Bunu inkar edirsənsə, belindəki hansısa bir nöqtə işə düşür ki, bu belə deyil. O yaddaş təkcə yaddaşlığında qalmır, həm də bunun əslinin varlığını da göstərir. Bu varlığı görəndə sən bir də yenidən qadirsən və beləliklə bu müxtəlifdən sonra yenə də bir müxtəlif ortaya çıxır. Uzun müddət bu müxtəlifi tədqiq etdikdə düşünürsən ki, bunun bəs özlüyü nədir? Özlüyü tapa-tapa yenə də o qədər müxtəlif ortaya çıxır ki, bunun ucu bucağı görünmür. İnsan onda qalır karıq ki, bu hələlik lazım deyil. Görürsən, elm müxtəlifliklərin sırası üzərində qurulub. Fikirləşirsən ki, axtarım görüm, sonra nə olub? Sonra. Bu sorulardan sonra da o qədər yeniliklər gəlir ki, bunların qısası odur ki, ilkdən verilən ilk yaddaşın cəm məzmunu hərəkətə gəlir ki, sən varlıq olmaq etibarilə ahənglərin bir varlığısan, vəhdətlərin bir varlığısan, hamısının cəmində, qarışığında bir varlıqsan, tək deyilsən. Vahid, insanların dini baxışlarında belə bir cəhət də vardır ki, insan heç zaman özünü Allahdan ayrı, uzaq düşmüş hesab etmir. Allah'ı nə qədər dansa da, sonra fikirləşdikdə özünün Allah, yaradan tərəfindən yaranmışlardan birisi olduğunu dərk edir, başa düşür. Allah'ın yarattıklarından birisidir anlamı gətirir yenə də ilkdən ilk əbədi yaranış anlamına. Bunun həmin bu anını böyük yaradan bir də qaytarır onun özünə ki, görürsən, son nəticədə gəldin öz ilkin yaddaşına. Odur ki, hər hansı formada, ateist, qeyri-ateist, cahil ya da fanat formalarında həqiqəti inkar etmək olmaz. Deməli, əbədiyyət var. Puçluq, fanilik fikirləri olduqca zərərli, düzgün olmayan fikirlərdir.